Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala nebina Muhammedin və ala alihi və ashabihi əcma'in. Əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuh. Bu Quranın təhrifi məsələsində, bu mövzuda yəni gətirdik ki, bunların Şiə məzhəbinin mötəbər alimləri bu etiqadda olublar. Və həmçinin alimlərin sözlərini gətirdik ki, yəni hansı alimlərdir onlar? Özləri deyir, filan kəs bu etiqadda olublar, bu bizim məzhəbin zəruriyyətlərindəndir. Həmçinin bu yəni alimlərin kitablarında bu məsələlər keçir və səhifəsinə kimi müəyyən qədər gətirdik və yenə də var, yenə də gətirə bilərik. Sadəcə indi bəziləri çıxıb, misal olaraq Elvin Əzimov, Rafizi çıxır cəmaatın gözündən pərdə asmaq üçün ki, deyir ki, barmaq sayı qədər əxbarilərdir bu sözü deyənlər. Onlar da xəta edib keçib gedirik. Və ya deyirlər ki, o əvvəlki videolarında deyir ki, misal olaraq Kuleyni orada rəvayət elədiyi hədislər zəifdir. Yəni ilk öncə gəlin baxaq onun çıxışına. Orada deyir ki, bu hədislər zəifdir. İndi baxacağıq, zəifdir yoxsa necə? Öz alimlərin dili ilə. Deyir, bu hədislər zəifdir. İkinci nəyə toxunur? Deyir ki, birdən bir rəvayət gəldi, Qur'ana müxalif, biz onu atırıq qırağa, götürülmür, qəbul olunmur. Tamam, gəlin ilk öncə özünün necə dediyini dinləyək. Müqəddimədə deyir ki, mən buradakı hədisləri gətirmişəm, nəzərimi deyirəm, baxın, meyar var ortada. Əgər bu hədisləri görsəniz, meyar var doğrudan yanlışı anlamaq üçün. Meyar nədir? Meyar Qur'anla uzlaşmasıdır. Əgər bir hədis gördünüz mənim kitabımda ki, Qur'anla uzlaşmır, o hədisi neyini? Vurun divara. Mən oxuyuram o hissəsini. Deyir ki, əgər istəsəniz rivayətlər barəsində araşdırma aparasınız, hansı doğrudur, hansı doğru deyil, yolu budur ki, i'raduhu ala kitabında. Onu Allahın kitabına göstər. Əgər uyğun olsa qəbul edin, uyğun olmaz. Deməli, Şeyx Kuleyni ümumi bir dənə cavab verir. Şeyx Kuleyni ki, burada hədis gətirib. İstənilən hədisi nəzərdə tuturuq. Və əksər çox nadir halda şəxsi nəzərini deyir. Çox nadir halda. Əksər vaxtda öz nəzərini demir və bu o deməkdir ki, onu qəbul edir. Siz bir dənə bu kafidən bir dənə söz gətirin ki, Kuleyni desin ki, baxın mənim etiqadım budur ki, hədis gəlibsə, yüzlərlə hədis oxuduq sizin kitablarınızdan. Bu bir. Bəli, bizim yolumuz var ki, Şeyx Kuleyni deyib ki, mən buradakı gətirmişəm, hamısı doğru deyil. Yanlış hədislər də ola bilər. Qur'anla uzlaşdırın. Aydın oldu. Əgər desəydi, gətirdiyim hədislər hamısı doğrudur, səhihdir, bəli, sizin haqqınız var. İndi əsas cavabımız budur ki, burada gələn hədislərin əksəriyyəti, o təhrif barəsində gəlib, məc'uldur, yəni uydurma hədislərdir. Bu bir. İki, bəzi hədislər uydurma deyil, doğrudur, sadəcə orada təfsir edib, şərh edib. Məsələn, deyək ki, Allahın nemətlərinə şükür edin. Məsələn, kənarında yazıb Əlinin vilayətinə. Yəni, bizim nazil etdiyimizə iman gətirin, Əlinin vilayətinə. Yəni, bu təfsirdir də izahdır. İzahdır. Bəzi hədislərə yaxın durmaq olmaz. Məsələn, gəlib deyir ki, bu ayə ki, siz görürsünüz, bu ayənin arasında 100 neçə dənə ayə var idi, silinib. Neçə o qədər şeylər var idi, vəhiy yazanlar var idi, o qədər Quran hafizləri var idi, yəni heç birisi yadına düşmədi. Ki, məlumdur ki, bu ziddir də. Tamam. Burada bir neçə məqama toxunur. Deyir, birincisi, Qurana ziddirsə rəvayət aton qırağa. Və həmçinin bu haqda, Quranın təhrifi haqqında olan rəvayətlər nədir? Uydurmadır və ya qəbul olunmur, yəni zəifdir və s. İndi baxaq bunun həqiqətən də belədirmi? Görək alim məzhəbin, Şiə məzhəbinin mötəbər alimləri bu haqda nə deyirlər? Birinci ilk olaraq onu keçən videoda gətirdim, yəni səhifəsinə kimi. İndi də təzədən o məsələyə toxunuram, yəni amilinin sözünə. Ki, deyir ki, bil ki, inkar olunmaz bir həqiqətdir, etiraf eləyir. Nəyə görə? Mütəvatir xəbərlərə, mütəvatir nədir? Çox, yəni cəmaatdan gələn xəbərdir ki, mütəvatir artıq zəif demək olmur, o mütəvatir xəbərdir. Ona zəif deyib keçmək olmaz. Mütəvatirdir xəbərlərə əsasən deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfatından sonra Quranda dəyişikliklər baş verib. Yəni, sahabələr onu topladıqdan sonra orada bir çox ayətləri yox elədilər. Və hətta keçən videolarına baxsaz, görərsiniz ki, orada bir rəvayət də gətirirəm bunların mötəbər alimlərinin kitablarından ki, güya Ali radiyallahu anh Quranı gətirir, Ömər deyir ki, bizə lazım deyil, apar. Sonra onu, yəni uzun bir məsələdir, qısa toxunuram. Sonra yəni o Quranın, belə deyək, Əli götürür, aparır, radiyallahu anh. Və Ömərin xilafəti dövründə Ömər tələb edir ki, o Quranı gətirsin, Əli gətirmir, deyir, yox. O Mehdi gələndə gətirəcək. Yəni belə məzmunda bir rəvayət nəql eləmişdim bunların kitablarından. Keçən videolara baxsaz, ətraflı bu haqda görə bilərsiniz. Və bu cür rəvayətlər ümumən Quranın təhrifi haqqında olan rəvayətlər haqqında ilk öncə baxın, amili, bunların mötəbər alimləri deyir ki, bunlar mütəvatirdir. Tək bu demir, nə qədəri deyir. İndi
hələ ki amilini gətirirəm. Birinki, yəni bu deyir rivayətlər nədir? Mütəvatir xəbərlərə əsasən Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatından sonra sahabelər dəyişdilər. Yəni Qurana bir çox ayətləri yox etdilər. Və sonra həmin kitabda Mirayətül Ənvar kitabında amili o adları çəkir. Deyir, yəni Quran, yəni əsl Quran Mehdidədir. Bu məsələyə toxunur və sonra bu əqidədə, Quranın təhrifi əqidəsində olan alimlərin adlarını çəkir. Kuleynini, Qummini, Əyyəşi, Nu'mani, Ət-Təbərsi, Məclisi və digərlərin adlarını çəkir. Bu adları ki, bunlar da bu etiqadda olublar. Sonra da deyir, nə deyir? Deyir ki, bu bizim məzhəbin zəruriyyətlərindəndir. Yəni Mirayətül Ənvara baxa bilərsiniz 36-cı səhifə 49, 50, 51. Deməli, rivayətlər nədir? Mütəvatirdir. Adnan el-Bəhrani Məşariq-i Şumus Əduriyyə kitabında deyir ki, mütəvatir xəbərlərə, yəni çox saylı hədislərə əsasən bizə gəlib çatıb ki, bu gün əlimizdə olan Quran Muhammedə nazil olan Quran deyil. Və nə deyir? Adnan el-Bəhrani deyir ki, bu Şiə məzhəbinin zəruriyyətlərindəndir. Bu da belə deyir. İndi Yusuf el-Bəhrani həmçinin alləmə mühəddisdir bunlarda. Durar el-Nəcəfiyyədə deyir ki, təhrif haqqında olan hədislər nədir? Bu hədislər deyir, hamısı səhihdir deyir. Təhrif haqqında nə hədis varsa, bunlar səhihdir deyir. Kim bu hədisləri inkar eləsə, yəni səhihliyini təyin eləsə, inkar eləsə, bu nədir? Onda gələk Şiə məzhəbinin bütün hədislərinə təyin eləmək asan olacaq. Və bu kimi sözlər çoxdur. Yəni biz bu hədislərə təyin eləsək, götürməsək, onda imamət haqqında olan hədisləri də gərək ataq qırağa. Bu sözü deyən bunların alimləri, mötəbər alimləridir. Həmçinin Məclisi nə deyir? Mirayətül Uqul kitabında 12-ci cildində deyir ki, yəni bu hədislər haqqında, Quranın naqisliyi, dəyişdirildiyi haqda olan deyir, bu haqda olan açıq aydın hədislər çoxdur. Yəni Quranın naqisliyi və dəyişdirildiyi haqqında olan hədislər çoxdur. Və bu haqda olan hədislər nədir? Mənaca mütəvatir dərəcəsindədir. Onların hamısını rədd eləmək, atmaq, yəni qəbul eləməmək, birbaşa hədislərə olan etimadı aradan qaldırmaqdır. Yəni mənim zənnimcə deyir, bu haqda olan hədislər imamət haqqında olan hədislərdən az deyil. Yəni bu hədisləri biz götürməsək, təhrif haqqında olan bir hədisləri atsaq qırağa, onda imamət məsələsini, imamət haqqında olan hədisləri necə isbat edirlər bunlar? Yəni əgər bunlar bu hədisləri götürmürlərsə, onda imamət haqqında olan hədisləri necə isbat edirlər? Yəni baxın, Muhammed Baqir el-Məclisi bəllidir kimdir? Əhl-i Şiənin, yəni Şiə məzhəbinin böyük mötəbər alimlərindəndir, mühəddislərindəndir. Deyir ki, mütəvatirdir. Sonra açıq aydındır bu hədislər, Quranın təhrifi haqqında. Və özü də deyir ki, bu hədislər səhihdir. Yəni bu hədislərə hökm verənlər, səhihliyi haqqında hökm verənlər kimlərdir? Şiə məzhəbinin mühəddisləridir, böyük alimləridir. İndi biz kimin sözünü götürürək? Elvin Əzimovun mu hədislər zəifdir, yoxsa mı o alimlərin sözləri hansı öndədir? Ya bu yalan danışır, ya bunlar yalan danışır. Və həmçinin orada deyir təfsir məsələsinə toxunum. Yəni Quranın özü yox, təfsiri ki, onun bərabər təhsil, əlinin vilayəti qıraqda. Heç də elə deyil. Heç də elə deyil. Açıq-aşkar sözlər var ki, yəni nazil olan bu Quran, yəni nazil olan Quran təhrif olunub. Yəni təhrif vardır. Yəni orada ayətlər çıxarılıb, ayətlər. Sahabelər ayələri çıxardıblar və ya tərtibi dəyişilib deyənlər də var. Yəni birdən bəziləri görünür ki, deyirlər ki, yox, Quran dəyişilməyib, yəni heç bir şey naqis deyil, nə azalmayıb, ya artırılmayıb, sadəcə tərtib dəyişilib. Belə bu da təhrifdir. Fikir verdiniz bu Elvin Əzimovun çıxışına. Nə deyir? Deyir ki, zəifdir, hədislər uydurmadır, amma baxdıq ki, heç də elə deyil və çox rivayətlər gətirmək olar burada. Və fikir verin, sonra nə deyir? Deyir ki, özü deyib ki, yəni məndə müxalif bir şey olsa kitabımda, yəni Kuleynin kitabında, müxalif bir şey olarsa, atın onu qırağa. İndi baxaq görək, atırlarmı bu rivayətləri qırağa, yoxsa qəbul edirlər? Yəni Qurana müxalif olan rivayətləri atırsınız divara, çırpırsınız divara, yoxsa
onları qəbul edirsiniz və o rivayətlərə görə Qur'anın ayətlərini atırsınız kənara. Haşa. Nəuzu billah. Baxın, indi başqa bir çıxışı da var. Burada gör nə deyir. Bax budur. Əgər baxsaq rəvayətləri götürsəksə, sadəcə bizim alimlərimiz, bəziləri, əxbarilər barmaq sayı qədər onlar səhvə düşüblər. Bu açıq aydın məsələdir. Bunların qəsdi Quranı inkar etmək deyildi ki, sadəcə hədislərin müqabilində, hədislərə çox önəm verdikləri üçün hədislərin müqabilində səhvə düşdülər. İndi deyək ki, bunlar kafirdirlər. Baxın, bu çıxışında isə nə deyir? Deyir ki, indi hədislərin müqabilində bunlar dedilər ki, Quran təhrif olunub da. Yəni hədislərə görə. Bəs nə oldu? Niyə o hədisləri çırpmadınız divara? Allah Teala açıq-aşkar Quran-Kərimdə buyurur ki, yəni biz Quranı, biz zikri nazil etdik, onu da qoruyacağıq. Yəni Allah Teala açıq-aşkar bu Quranın qorunmasını Qurani-Kərimdə bildirib, batil ona yaxın dura bilməz. Aydın açıq ayətlər var və şübhə yoxdur ki, bu Quran Allah tərəfindən nazil olan Qurandır, qorunub, bu günə qədər Allah Teala onu qoruyub. İndi götürmüsünüz o rivayətləri. O rivayətlərdə harda ki, o biabırçı rivayətlər var ki, keçən videolarımda da müəyyən qədər oxuduq ki, səhabələr əl qatıb dəyişiblər, çıxardıblar ayətləri, tərtibi pozublar və s. və s. Və o rivayətləri götürürsünüz. Bu açıq ayətləri, Allahın ayətlərini atırsınız kənara ki, yox. Bəs nə oldu? Deyirdin ki, Qur'ana müxalif bir rivayət görsən çırpın divara. Niyə çırpmadınız o rivayətləri qırağa və o rivayətlərə görə dediniz ki, Qur'an təhrif olunub? Üst-üstə gəlmir. Sonra ikinci məsələ. Biz deyəndə ki, bax bu alimlər belə sözlər deyib. Allahın yəni nazil etdiyi bu kitab, Qur'an-ı Kərim qorunur Allah Teala tərəfindən və onun təhrifi etiqadında olmaq ki, bu Qur'an təhrif olunub, bu küfürdür, bu insanı dindən çıxardır və bu insanlardan siz necə elm alırsınız? Necə bunlara dininizi etibar eləyirsiniz? Və bu haqda danışanda təkfir məsələlərinə girişdiniz, yox, təkfir belə olmur, şərtlər, müaniyələr və s. və s. Bu alimdirlər bunlar. Bunlar sıravi, belə deyək, avam adam deyil. Bunlar alim deyirsiniz. Özü də mötəbər alimlərinizdir, məzhəbin, belə deyək, əsas alimləridir. Və sizdə məsdər olan kitabların müəllifləridirlər. Yəni, bunlar bilmədi, bunlar iştibah elədi, bunlara, nə bilim, çaşdılar, üzürlüdülər və üzür deyib problem yoxdur. Təkfiri qoyduq qırağa, təkfir eləmirsən hardasa yaxşı. Təkfiri qoyduq qırağa. Sən yenə dinivi onlara etibar edirsən. Amma səhabələr haqqında səhabələrə bizə irad bildirirsiniz ki, səhabələr da ağzınıza gələn deyirsiniz, təkfir edirsiniz. Hamısı mürtəd oldu, nə oldu? 7-5-6 nəfəri çıxmaq şərti ilə. Qalan hamısı mürtəd oldu və onlardan dil götürülməz. Baxın, bax bu haqda da bir çıxışı var, onu da sizə göstərim. Bir dənə buna da baxın, görün nə deyir burada. Biz dini maariflərimizi qaynaq olaraq kimdən almalıyıq, kimə müraciət eləməliyik? Dava bu davadır. Yəni istəyirik bir dənə tarixdə hadisə baş verib, deyək ki, kim haqqı idi bu qədər? Məsələ çox ciddi məsələdir. Məsələ burada dini maarifləri almaq məsələsidir. Yəni biz deyirik ki, siz ki Əbu Bəkir, Öməri haqq bilirsiniz və öz dini maariflərinizi bu cür şəxslərdən alırsınız, bunlar layiq deyillər. Tamam. Sahabələri, Əbu Bakır, Ömər və bütün sahabələri bir neçə yəni neçəsinə çıxmaq şərti ilə atdınız qırağa ki, bunlar layiq deyil ki, bunlardan din götürülsün. Amma bu alimlər ki var, sizin Quranın təhrif etiqadında olan böyük alimləriniz, məzhəbin belə deyək, baniləri, məzhəbin qaymaqları, bunlara dinivizə etibar edirsiniz, bunları məsdər olaraq bunların kitablarına müraciət edirsiniz, o kitablardan faydalanırsınız, dininizi onlardan alırsınız. Bəs nə oldu? Bəs nə oldu yaxşı? Qur'anın təhrifi, yəni Qur'an bu qədər mi dəyərsizdir sizə görə? Qur'an bu qədər mi dəyərsizdir ki, bir adam onun təhrifi haqqında kitab yazır. Kitab yazır ki, isbat eləsin ki, bu qalınlıqda bir kitabdır. Rəvayətlər gətirib və dirənib də, deyir ki, yox, bu Quran təhrif olunub. Bu insan haqqında üzür gətirirsiniz ki, çaşıbdır. Bu adam alimdir, bu boyda kitabdır. Yazıb ki, nəyi sübut eləmək istəyir o kitabda? Ki, Quran təhrif olunub. Ayətlər, rəvayətlər gətirir orada, isbat eləmək istəyir ki, Quran təhrif olunub. O birisilər qayıdır oradan deyir ki, yox, rəvayətlər var ki, Quran təhrif olunub və mütəvatir xəbərlərə əsasən bəli təhrif olunub. Nə qədər bu cür biz rəvayətlər gətirə bilərik? Əsl Quran Mehdidədir, Mehdi gətirəcək. Bu şəxslərdən elm öyrənirsiniz, bunlardan
maarif, dini maariflərinizi bunlardan alırsınız. Deməli onda Quran sizə bu qədər ucuzdur da. Estağfirullah. Amma səhabələr, biz deyəndə ki, o səhabələrin səhvləri də var, xətaları da var. Biz o xətalara girişmirik. Onların yaxşı əməlləri də var. İndi müəyyən sahabə hardasa nəsə səhv eləyibsə, amma yaxşı əməlləri qat-qat çoxdur. Hər bir sahabənin hər bir belə deyək, səhvini axtarırsınız və ora ilişirsiniz. Orada nəsə çıxartmaq istəyirsiniz. Ki, bunlar görürsünüz, bunlardan nə elm olacaqsa. Amma bunlar bu boyda alimlərimiz qalıb qıraqda gəlib deyəndə ki, bəs belədir. Nə deyirsiniz buna? İştibah eləyiblər, səhv eləyiblər, xəta eləyiblər. Onlara cavab verilib ki, bu səhvdir. Biz təkfir eləyə bilmərik. Bu dinin zəruri bilinən məsələsidir. Biri çıxsa desə ki, bir alim, fikirləşin ki, alim deyir ki, insanlar dirilməyəcək. İnsanlar öldün, getdin. Dirilməyəcəklər. Qiyamət olmayacaq. Hansısa bir özündə olan bir rivayətlərə əsasən bu sözü deyib. Bunu deyən adam nədir? Bunu deyən adamın hökmü nədir? Və ya çıxsın desin ki, Quran Muhammedə nazil olan Quran deyil və burada naqisliklər var. Allahın birbaşa ayətinə zid. Buna nə fərq var bunun? Yəni bu insanların, bu iki insanın nə fərqi var bir-birindən? Cahildən danışmırıq, avamdan danışmırıq. Sıravi biri bugün bir ayəti desə ki, bu ayə belə bir ayə yoxdur. Ona haqq çatandan sonra bəlli etməlisən, izah eləməlisən, höccət qaldırmalısan. Bu başqa məsələ. Bir də var alimdir. Alimdir, ona nə höccət, ona nə özün də höccətül İslamsan, ona nə höccət. O səndən məndən yaxşı bilir o şeyləri. Əl-mühim məsələ nədir? Məsələ odur ki, don geyindirmək lazım deyil. İndi çıxıb orada müəyyən paylaşımlar eləyir ki, bizim filan alim deyir ki, Quran bu həmin Qurandır, təhrif olunmayıb. Hətta keçən videoda da gətirdim ki, yəni nə idi o? Nemətullah Əl-Cəzair, Ənvarun Nu'maniyyədə. Deyir ki, əshabımız, yəni Şiə məzhəbinin alimləri, Quranın təhrifinə dair açıq-aydın sübut olan, bu mütəvatir, yenə deyir, mütəvatir xəbərlərin səhihliyi, doğruluğu və bunların təsdiqləməkdə ittifaqlıdırlar. Yəni səhih qəbul edirlər və mütəvatir olaraq qəbul edirlər və deyirlər, ittifaq edirlər ki, doğrudur. Bu xəbərlər Quranın təhrifi haqqında olan rəvayətlər doğrudur. Və sonra nə deyir? Bunu yalnız Murtada, Şeyx Saduq, Tabarsi, yəni bunlar müxalif olmuşlar, bir neçə adlar. Və sonra nə deyir? Deyir, bunlar nəyə görə müxalif oldular? Deyir, onlar deyiblər ki, bu Quran həmin Qurandır. Yəni əlimizdə olan bu Quran, hələ həmin Muhammedə nazil olan sallallahu aleyhi ve sellem. Həmin Qurandır, yəni təhrif olunmayıb, dəyişdirilməyib, yəni bu cür nazil olub, necə var elədir. Sonra Nemətullah Əl-Cəzair nə deyir? Deyir ki, bunu niyə görə belə deyiblər bunlar ki, həmin Quranda, yəni təhrif olunmayıb. Çünki təndən qorxduqları üçün, təyin eləməsinlər deyənə, məsləhəyə görə, yəni təqiyyə ilə deyiblər də, məsləhə belədir, belə deyək. Bunu kimdir? Mən demirəm, özümdən də demirəm, Nemətullah Əl-Cəzair deyir və keçən videomda baxsaz, səhifəsinə kimi harada necə deyibsə, orasında qeyd eləmişəm. Və deyir ki, sonra Quranda imamların təriflənməsi və sahabələrin pislənməsinə dair ayətlər olub. Sahabələr isə nədir bu ayətləri? Qurandan çıxardıblar. Yəni Quranı dəyişdiriblər. Əl-Ənvar Nu'maniyyədə bu məsələyə toxunur. Və sonra deyir, birdən desə ki, necə əməl eləyək? Bu Quran yoxdursa, yəni təhrif olunmuş Quran necə eləyək? Deyir, əgər belə deyilsə, deyir, Quran təhrif olunubsa, onu oxumaq, ona əməl etmək necə mümkündür? Biz də deyərik ki, deyir cavabımızda, bəli, artıq yəni xəbərlərə, yəni bizim hədislərə əsasən məsum imamlardan rəvayət olunmuşdur ki, onlar öz şiələrinə mövcud olan, yəni əlimizdə olan Quranın namazda və digər ibadətlərdə oxumağı və bu Quranın hökmləri ilə əməl etməyi əmr ediblər. Nə vaxta kimi? O vaxta kimi ki, yəni Mehdi, ağamız Mehdi zuhur edəcək və insanların əlində olan Quranı səmaya qaldıracaq və Əmirül-Müminin Ali radiyallahu anh yazdığı, yəni tərtib etdiyi əsl Quranı ortaya çıxaracaq. Onu oxuyacaq və onun hökmləri ilə əməl edəcəkdir. Ənvar-ı Numaniyyə 2-ci cilddə bu məsələyə toxunur və yenə də deyirəm, bu məsələnin səhifəsinə kimi kitabın şəkili, səhifəsi hamısı keçən bundan öncəki videoda var, baxa bilərsiniz. Yəni məsələ budur. Baxın. Açıq-aşkar isbat olunub ki, bunlar
məzhəbin böyük alimləri, məzhəbin məstər kitablarının müəllifləri, əsas kitablarının müəllifləri bu etiqadda olublar. Və siz o alimlərdən elm alırsınız. Siz o alimlərə mötəbər alimlər görürsünüz, onlara etimad göstərirsiniz, onlara rəhmət oxuyursunuz, onlardan faydalanırsınız. Sonra səhabələr məsələsində deyirsiniz ki, səhabələr layiq deyirlər, onlardan din götürülsün ki, dini, yəni adil deyirlər, onlardan deyil. Yaxşı, bunlardan götürürsünüz. Bunlardan niyə götürürsünüz? Deyirsiniz, xəta eləyiblər. Belə xəta olur. Alimdir, xəta, belə xəta olur. Və ya deyirsiniz ki, bir rəvayət Qurana ziddirsə, biz çırpırıq o rəvayəti divara. Qurana ziddir axı. Bəs nə oldu burada? Əksinə elədin, sən? Tam əksinə elədin. Sən bu rəvayətləri götürdün, Quranı qoydun qırağa. Allah Taala'nın o əmrlərini, o sözlərini ki, Quranı qoruyacaq, Qurana batil yaxınlaşa bilməz. Bunları qoydun qırağa. Nəyə götürdün? Rəvayətləri götürdün. Və bu qədər. Video çox uzun olmasın deyənə qısa-qısa bu məsələ ilə bağlı cavablar verəcəm də inşallah. Və indi çıxıb burada cəmaatın gözündən pərdə asmaq ki, yox, belə alimlər belə demir, elə demir, belə şeylər lazım deyil. Biz Quranın yəni təhrifini demirik. Səndən söhbət getmir. Səndən və bu gün bir sıravi şiədən söhbət getmir. Söhbət sənin mötəbər alimlərindən gedir. Yəni bu alimlərdən sən elm alırsan. Necə ki sən bayaq dedin də sahabelər haqqında. Və indi şeyi sənə deyirəm. Söhbət getmir ki, səndən və yaxud kimdənsə sənin yanında olanlardan. Söhbət bu alimlərindən gedir ki, sən bunlardan dini maarifləri bunlardan götürürsən. Və subhanakallahumma və bihamdika əşhədu en la ilahe illə ente estəğfiruke və etûbu ileyk.